Deməli, ADR dövrünü mütaliə etmək üçün ən maraqlı roman. Düşünürəm ki, həmin dövrü mütaliə etmək üçün ən maraqlı roman Qurban Səidin Əli və Nino romanıdır. Həmin romandan bir neçə hissəni qeyd eləmişəm burada, istəyirəm sizinlə bölüşüm. Birinci budur ki, kitabda Ruslar şəhərin darvazasına dirəniblər. Əlixan burada onu Ninoya deyir. Qıza deyir ki, sən gəmi ilə İrana getməlisən Nino. Əgər Ruslar şəhəri ələ keçirsələr, qadınların namusuna sataşacaqlar. Tehranda isə əminamanlıq içində olacaqsan. Mən sözün düzü tarixdə Rusların Azərbaycan xalqının namusuna sataşması məsələsinə rast gəlməmişəm. Amma burada çatdırmaq istədiyim mətləb budur ki, Azərbaycan xalqı çətin gündə öz namusunu İrana əmanət eləyirdi. Daha sonra isə maraqlı bir nöqtə budur ki, deyir, müharibə dönəmində ölkənin gələcəyini müzakirə etmək üçün toplaşan bir qrup elit və ziyalılar arasından müstəqillik tərəfdarı Fətəli xan Xoyski Azərbaycanı belə təqdim edir. Bizim ölkə İslam ölkəsidir, Şiə ölkəsidir. Bu da bizim kimliyimizin göstəricisidir. Sonra Şuşa şəhəri haqqında maraqlı bir dənə qeyd var burada. Deyir ki, orada möhtəşəm məscidlərdən əlavə şəhərin ətrafında saysız hesabsız pirlər var idi. Bu da Azərbaycanın Şiə kimliyinin göstəricisidir. Kitabda mənim diqqətimi ən çox çəkən məsələ isə bu dialoqdur. Burada deyir ki, 40 min Şiənin qanını tökən Yavuz Səlimin Türkiyəsinin gəlib bizə nicat verəcəyini gözləyirsən. Onlar ancaq gəlib bu Şiə yurdumuzda dinimizi məhv edəcəklər. Tarixi oxuyanlar bilir ki, Azərbaycan həmin illərdə hansı proseslərdən keçdi. Azərbaycanı əvvəlcə onlar gəlib ingilislərə, daha sonra isə bolşeviklərə satdılar. Həmçinin burada ki, deyir, onlar ancaq gəlib bu Şiə yurdumuzda dinimizi məhv edəcəklər. Baba Pünhanın da bu barədə bir dənə maraqlı misrası var. Deyir ki, harda bir cami yapır, tez ora dürtür hocasın ki, imamdan ayırıb döndərə imanımızı. Yəni, Azərbaycandakı ziyalıların əksəri bu məsələni görüblər, müşahidə eləyiblər və qələm əhli bunları öz əsərlərində qeyd eləyib.